adam evdəki 30 ilin qəbzidir. Qəbzliyi var. 30 il. Deməli 30 ildir bunun bağırsaqlarına toksin yığır. Yediği hamısının ne varsa, içtiği dərmanın, yeməyin, rəngli suların hamısı toksin bizdə nə demədir? Zəhərli maddəsi bunun bağırsaqdan yürüşür və bağırsaq daşı əmələ gəlir. Özlə dəhşətlisi nədir? Nazik bağırsaq, onçulan bağırsaqdan sonra iynə qalxan çəmbər bağırsaq var. O esvaridir. S hərfini oxşuyur. Necə ki, sizin sifonunuz var, əl-üzüyanın sifonu, o da beləncidir. O dönən yerdə bağırsaq daşları yürüşüb qalır. Ora nə əl çatır, nə ora nəsə bir şey sala bilmirsən, heç eləyə bilmirsən. Bu selulozanı bir də o çaylara, bir də axırda bir dənə sirop var onu, verirsən həmin adama 30 illik bağırsaq daşları olana, ömrü boyu sənə minnətdar olur ki, bu nə möcüzədir, mən aylarla, həftələrlə bəzən, hətta məcbur edim ki, hər gün imarə etdirim. Nə o senat çayları, nə bilim, nə o bizi kömək eləmir. Eləsi də deyil, zülüm necə deyəmcə. İnsan da ki, üzr istəyirəm, bağırsaq daşları olanda kiləzləşəndə nə olur? Həyatına nefrət edir də, əsəblər olur, nevrozda olur, panikdə olur, saatlarla əldə olunan çıxmır. Bu insanları xilas etmək mümkündür, bəli. Diyez, Tibet çayları, selluloza və siropların hesabına zəhmət olmazsa sifariş verin və götürün.